drive-la göndərsiniz, yoxsa video kimi WhatsApp-da? Bilmirəm vallahi. Baxacaq da görən olur. Ben bilsin ki, ben drive-la edeyim, ben telefonu aça bilməz, yaddaşında yer olmaz. Drive-la rahat. Zəx başı YouTube-a da yükləyərəm. Bilmirəm, baxarım oradan götürərsiz. Hə, şeydə təzə gələnlər. Keçdi şeyə, nədir onun adı? Əmək haqqının hesablanmasına baxırıq. Passivin yer dəyişməsidir. Aktiv yox. Nə axtarırıq? 300 nə idi bizdə? Kapital hesabları. Bu kapital əməliyyatıdır. İşçi götürür işə. Bizdə nə var? Maliyyə bərabərliyinə bax gör nə var orada? Maliyyə bərabərliyinə qoy baxsın. Orada bir öhdəlik var, bir də xərc var. Düzdürmü? Deməli, xərc orada harda artıb, debit də artıb. Deməli, burada da debitə xərci yazacağıq. Hesabın adını yazıram. Xərc. Kreditdə nə yazacağıq? Öhdəliyimizi. Mən niyə belə tənbəlləşmişəm? Öhdəlik. İşçilərin maaşı nə qədər idi? 3000? 1500 deyil. Yox, 2800 olmalı daha. 3000 qeyd elədik. İndi hesab nömrələrinə gəlirik. Bu işçiləri biz ofisə götürmüşdük. İnzibati işçiləri idi. 721 olaraq qeyd edirik. 721 olaraq qeyd edirik. Mən buranı silirəm. Sizə qara günlər edəm. Ya da hamısını eləyim, ondan sonra silib ataram sizə. Buranı silmək istəyirəm də, bu yerini silmək istəyirəm. Ki, özünüz başdan hesabla gələrsiniz. Yaxşı. Tamam, 721 olaraq qeyd elədik. Öhdəlik hesabında da, baxın, əmək haqqı ilə bağlı orada öhdəlik hesabını ayırıblar. Bayaqki icarə kimi. 533 nömrəli hesabdır. Siz qeyd elədik. Hadi, xoş. Bəlkə düz başa düşməmişəm, üzülü say, nə deyim? Hə, sonraki əməliyyat nə idi? Sonraki nədir? Mal material müfariqə işləməsi alınması. Hə, mal alışı əməliyyat. Faiz burada fərq eləyir. Faizin İndi baxacaq. Bir dənə həmin hissəni oxuyaq. Mal material alışı idi də, düzdür? 3000 idi, 1200 ödəmişdik. Bəli. Aktivin artması əməliyyatıdır. Şərti bir dənə başdan gedək. Nə idi? Yenə sayılır onu. Yox, bir dənə mən bir əməliyyatı mən demək istəmirsiniz ki, axı. Qoy görüm, hara getdi bu? Ha, baxın, burada görürsünüz, biz deyirəm axı 12.000 manatlıqdır, düzdürmü? İstəyir alınması 2.300. Ha, bu. İlkin ödənişin alınması. Onu bilmək istəyirəm. Ona görə soruşuram ki, bax nə qədər heç kim demək istəmir. Birinci əməliyyat aktivin artması. Ay Allah. Çıxmadı. Ha. Birinci əməliyyat aktivin artması əməliyyatıdır. Aktivin artması əməliyyatında həm pasiv tərəf iştirak edirdi, həm aktiv tərəf. Debitdə artdığına görə birinci buradan qeyd eləməliyik. Nə idi? Bu mal material idi, düzdürmü? Mal qeyd eləyək. Ya da material qeyd eləyək. Material debitə. Digər tərəfə nə düşəcəkdir? Öhdəlik düşəcəkdir. Öhdəlik nə olacaq? Avtomatik 531 olacaq. Çünki ödəməmiz yaxın vaxtlardadır. Rəqəm nə qədər idi? 3000. Oy. Çox böyük yazdıq. Tamam. Qeyd elədik. Materialın hesabı nədir orada? Harda baxacaqsınız? 200'lərin içində baxacaqsınız. Ehtiyatlar qısa müddətli aktiv olduğuna görə, baxın, materialdır, maldır, hazır məhsuldur. Bunlar hamısı dövriyyə aktivləridir. Yəni bir il içərisində girib çıxan şeylərdir. Ha. Konsalting şirkəti. Onlar birdən müştəriviz olar. Misal üçün mağaza olar deyək ki. Mağazada siz durub onu satdığın malı böyük rəqəmdə qalıq kimi şeydə saxlamayın ilin sonuna. Ola bilər ki, çox alıb az satıb da. Bir şəkildə onun silinməsinə baxın ki, siləsiniz. Səbəb də ondan irəli gəlir ki, o dövriyyə aktivi daxı maldır. Yəni saxlama müddəti var, qida ərzaq məhsuludur. Sən onu da ora qədər boş verin.
mal alışı maldır. Satacaq atılır sonra. Yox, satmayacağıq. Mal materialın 40%. Bu bizim müəssisəmiz nə idi? Tikiş yeri idi, düzdürmü? Bizim tikiş yerində mal ola bilməz. Tikiş yerində bir material olar, bir hazır məhsul olar. Ya da xam mal material. Bəli, xam mal da deyə bilərsən. Bəli, 201 yazmalıyıq da onda. Hazır məhsul ola bilməsi üçün o parçanı götürməliyəm, verməliyəm tikiş sexinə. Xanımlar işləməlidir, əmək haqqı xərci çəkməlidir. Bəli, bəli, bəli. Bəli. İndi gəl belə bir şey deyək. Siz müəssisəyə getdiniz, sədrətdən parçanı aldınız, deyək ki, metrəsi 3 manata. Ondan xanım 2 metrə parçadan götür, gözəl bir verçəylə don etdi. Üstünə biraz mumcuq qoydu, satdı 300 manata. Sən onu eyni qiymətlə yaza bilməzsən də balansı. 201 dedilər bir hesabın adına materiala. Məsəl üçün deyil. Yoxdanı boş ver. Birdə nədir bəs? 201-də nədir bəs? Alışı da Bax, biz nə qeyd eləmişik? Daha ada baxar. Mal material qeyd eləmişik, düzdürmü? Aldığımız mal deyil, amma materialdır, düzdür? Materialın hesabı orada nədirsə varsa əgər materialı ayrıca göstərən. Baxın, müəssisənin özündən çox şey asılıdır. Xam mal və material hesabı əslində eyni hesab olmalıdır. İndi orada fərqlidirsə fərqli yazar. Hə də yəni bu balansda dəyişdiyinə görə müəssisənin fəaliyyət növünə görə götürməliyik. Tikiş fabrikində deyək ki, material olaraq nəyə götürə bilər? Biz xam mal götürə bilərik tikiş fabrikində. Xam mal olmaz ki, material olar ancaq. Çünki də parçası olacaq, büyüməsi olacaq. Bu da yarım fabrikasiya sayılır da, bir növ belə deyək də. Yəni hazır məhsulu formalaşdırmaq üçün ingredient sayılır, o materialıdır. Xam mal olması üçün, məsəl üçün, sementi hazırlamaq üçün klinker alırlar, nə bilim, vulkan kilo alırlar. Bu hə xam maldır. Qarışdı, ondan əmələ gəldi sement deyək ki. Hə, o olan hazırı. Sement inşaat firmasının mənəyi olur. Xam mal olmur ki, material olur. Material olduğunu kimsə hazırlayanda hamalı bundan hazırlayıb verir sənə. Onun üçün sayılır hamalı gün. Hazır material sayılır. Bəli. Növbəti əməliyyatı deyil. Növbəti əməliyyat ilkin ödənik. Aha, ilk. Yox, bax, əməliyyatın adı nədir? Bax, görsən, mən şeyə ilkin ödəniş yazmışam. Aktivin azalması 1. İndi mən buradakı açıqlama yerinə nə yaza bilərəm onun adını? Yox, mənim evimə özünüzü qoyun da, mənim üçün fərqi yoxdur. Bax, burada əməliyyat jurnalına yazıram, düzdür? Material alışı üçün ilkin ödəniş. İlkin ödəniş. O da olar. Nə alırıq? Material alırıq, amma təzədən... Hə. Əsəbləşdim mən. Material. Tamam. Aktivimiz hansı aktivimiz azalıbdır burada? Yəni hansı hesabımız azalıb? Niyə? Aktivimiz 301 azalır mı? Yox, burada əməliyyatımızda nə əməliyyatımız? Ödəniş eləmirik. Hansı aktivimiz azalır? Kassa nədir? Pul vəsaiti. Bəli, kassa azalır. Kassa azalırsa, harda qeyd olunurdu maliyyə bərabər? Kreditdə qeyd olunurdu. Kreditdə gəldik, yazdıq kassa. Nə qədər azalıb? 1200 manat. 1200 manat. Kassanın rəqəmini də qeyd edək 221 olaraq. Gəlirik debitə. Hara getdi bu? Hansı öhdəliyin hansı hesabı idi? Belə olur dostu. Nə eləsən necə əzbərləyirlər ki bə? Tamam. Başqa əməliyyat var. O da ilk ödənişləndir. Tamam.
Avadanlığın alışı aktiv artacaq. Torpaq tikili avadanlıq artdı. Debitdə yazdım mən. Düz yazdım. 111, 301'dir. 301 nədir? Bir dənə bax deyən də mənə. Bir də xaşın. 301'ə bir dənə bax gör nədir o? Nizamnamə kapitalı. Bunu niyə belə deyirəm? Yəni çünki sən ona qayıdıb o formada baxmayanda o səndə kliçka kimi qalacaq səndə. 111 artdı. Nəyin hesabına artdı bu? Kastamız Yox, hələ birinci hesablam nə qədər? 12.000 neçə yüz manat olmalı. o debit Rəqəm nə qədər idi? Rəqəm deyil. 12.000 yuvarlaq idi. 12.000 idi. Hə. Birinci bütöv hesablama eləməliyik. Bunu kimdənsə bir X şirkətdən biz alırıq. 12.000-lik. Ona görə də öhdəlik hesablamalıyıq birinci buna. Çünki maliyyə bərabərində də elə olmalıdır. Öhdəlik hesabı artmalıdır. Öhdəlik bəli 531. Sonraki əməliyyatımız nə idi? Biz bu bir dənə bunu artırım. Ayrı ödəniş aktifin yaratılması oldu. Yo. Biz hələ ilkin ödənişimiz var idi axı. Ödəniş, ilk ödəniş torpaq tikili. Bax, ödəniş dediyim kimi avtomatik keçirəm bu üzə. Kassanı yazıram kreditə. Ödəniş nə idi? Aktivin azalması əməliyyatı. Aktiv harda azalırdı? Kreditdə. Avtomatik kreditdə yazdım. Rəqəm nə qədər idi? Bərabərdir. Bunu vurulsun. Hani vurulsun? Oyda. Vaxtlarımızın başına bir şey düşün. Vurulsun. Neçə faiz idi? 25%. Tamam. Kassanın rəqəmini də qeyd elədik. Aha. Və bu hara ödəndi? Öhdəliyə gedib. Hansı hesabına? Öhdəlik kreditinə yox. Debitinə. Öhdəlik debitdə azalır. Bizə borclu olduğumuz şəxsə pul ödülürsə bizim ona borcumuz azalır. 531. Yanması, tez yorulursan. Sonra bunu dedik. Bir də nə var idi? Aylıq ödənişi var idi. Düzdür mü? Ödəniş. Aylıq ödəniş nə qədər idi? Aylıq ödəniş ötütü. Bəli, kassadan gedir. Tamamilə eyni şeyi atırsan zaten. Amma adlığını dəyişdirir. Başqa əməliyyatımız var. Deməli, əməliyyatımız nədir burada? Aktivin artması əməliyyatı, düzdürmü? Əməliyyatımız nə hesabına artdı? Məsəl üçün bizə bir aktiv gəlir 50.000. 50.000'imiz əsas vəsaitimiz artır. Bura yazı torpaq tikili avadanlıq. Niyə debitə yazdım? Çünki aktivdir. Aktiv hesablar debitdə artır. Artdığına görə də yazdım debitə. Əməliyyat jurnalında. Rəqəmi nə idi? 111 idi, hə? İndi gəldik kredit hissəsində. Nizamnamə kapitalı qeyd edirik. Nədir? Bax. Kapitalı oxuyunda bir baxaq. 301 ilə 302'nin altını bir dənə oxuyun, zəhmət olmasa. Nizamname kapsamının ödenmemiş hissesi 302. Bu heç. Sonra? 311 emisiya. Bu da heç. 321 geri alınmış kapital senedi. Kapital ihtiyatları 331. Yeniden kıymetlendirme Bu yenə də 301 olacaq. Ben bu niye dedim? De. Değil. Sırf objektif. Bu vesayet kimi. Gəl belə deyək. Sən fərqləndirməkdə beyin olaraq doğrusan. Bu bilirsən ki, bir binadır. Mən bunu pul əməliyyatını niyə eyni bərabərdə tuturam? Bax, bunu satmır. Bax, satmır. Bunu kapital qoyuluşu kimi bir yerə qoyur. Yəni əvəzləyir. Bunu qoyan şəxs üçün də fərqi yoxdur. Alan müəssisə üçün də fərqi yoxdur. Müəssisə üçün fərqi bir yerdədir. Bu mənim balansımda necə əks olunacaq? Pul vəsaiti hesabında əks olunacaq, yoxsa uzun müddətdə aktivlərdə əks olunacaq? Uzun müddətdə aktivdə olacaq. Dəyəri 50.000 mi olacaq? Bəli. Baxın, mən payımı satıram, 25%'lik payımı satıram 50.000'ə. Sən gəlmisən 40.000 pulla
Qardaş da gəlib 50 minlik obyektlə. Mənə də obyekt lazımdır. İstehsalatın üstə mənə yer lazımdır ki, istehsalatın icara xərcindən qurtulur. Hə, 10 mində belə qabağam. 25% payımı verirəm. Mənim elə bil 100 min içərisindəki 25-im keçir adama. Adamın 50 mini gəlir müəssisənin kapitalının üstünə. Avtomatik mənim 75-imin üstünə 25 gəlir. 125 min də mənə keçir. Yəni ortada dəyişənlərin hamısı pul vahidi ilə dəyişir. Demək istədiyim budur. Əməliyyatı mən biraz qarışıq izah elədim. Nə olur? Bundan öncəki tarixdə mənim balansımda nizamnamə kapitalında bir şəxsin adı yazırdı, öhdəlik kimi. İndi iki şəxsin adı yazır. Bəli. Şərik də belə deyək də şey qoyub 50 minlik avadanlığı şeyi qoyur, binanı qoyur. Əvəzində 25 min manatlıq pay alır. O da niyə alır? Müəssisənin gələcəyi üçün usta kapitalın artma ehtimalı. Bəli. Bunu da qeyd etdik. Burada yazaq nizamnamə kapitalı. Bəli. Ümid edirik. Sonraki əməliyyat. Bəli. Bax, ödəmə sözü deyirik, düzdürmü? Ödəmə sözü var, bu aktivin azalması əməliyyatı idi. Ödəmə sözü varsa, aktivin azalması gedirsə, bu pul olaraq kassadır, bəli. Bax, birinci net olanlara gedək. Gəlin belə deyək. Maaş ödəməliyəm, düzdürmü? Mən buradan bir dəqiqə, bura bir dənə 533 yazım, misal üçün. 533 yazım. 533 nə qədər hesaplamışdım mən kreditdə? 3000 manat. Düzdürmü? Və mən kreditdə bunun düsturunu qoyanda, buranı siləcəm, ustarxan edirəm. Mənim 3000 manatlıq əmək haqqı qalığım var. Əmək haqqı borcum yaranıb. Bayaqlarım xanımla danışdığımız yerdə. Mən bunu ödəmək istəyəndə birinci baxıram. Mənə gəlibdir bu pıskalar əlimdə ki, siyahı kadrlar verib ki, 5000 əmək haqqı ödəyəcəksən. Görün baxıram dövrəyə qalığa ki, məndə bu aydan 3000 qalıbdır. Xeyir olsun. Deyir 2000 də avansdır. Əmrlər zəhmət olmasa, avansın əmrlərini alırsınız, sonra əməliyyatı işləyirsiniz. Yəni dövrəyə qalıqdan buradan onu yoxlayırsınız. Misal üçün, indi gəlirik buradan bu birisi əməliyyatı eləməyə. Dediyimiz kimi, nə idi? Əmək haqqının ödənişi. Əmək haqqı ödəniş dediyimiz zaman bu avtomatik kassa azalacaq deməkdir. Kassa aktiv olduğuna görə azalması harda gedəcək? Kreditdə gedəcək. 533-dən ora gələcəm indi bir dəqiqə, elə deyil. Yox, bu hal-hazırda onu eləmir, keçməmiş yaxı. Əlbəttə, hamısı altdır. 221 kassa 3000 manat bildiyimizi yazdıq. Gəlirik, biz onu harda hesaplamışdıq? 533-də. Ya hansı hesabda hesaplamışdıq? 533. 533-ün azalması da gedəcək debitdə. O da öhdəlik hesabıdır. Ödəniş edirəmsə, daha doğrusu oradan baxmayaq. Gəlin, bayaqdan baxmırıq, buradan baxaq. Maliyyə bərabərliyində. Görürsünüz, kreditdə kassadır, aktiv azalıbdır. Öhdəlik hardadır? Debitdədir. Azalıbdır. Gəldik, yazırıq öhdəlik, bir dənə yazaq bura. Bitirdik. Hə? Yazarıq. Aha, bir dənə də passivlərin yer dəyişməmsi var. Deməli, nədir? Xərcdir, nədir? Öhdəlikdir. Passivlərin yer dəyişməsi deyəndə quracağınız müxabirləşmə mütləq debit xərcdir, kredit öhdəlikdir. Debit xərc, kredit öhdəlik. Kassa yox. Kassa niyə? Pasiv əməliyyat nədir? Passivin yer dəyişməsi pul vermir ki, sən yoruldun həqiqətən. Kassadır xidmətin alınması deyil, ödənilməsi demir ki. Hə, ödəmə yoxdur. Hələ pulla işimiz yoxdur. 500 manatımızı qeyd eləyək. Birinci bildiyimiz nədir? Rəqəmimiz, netləşdirək. 500-ü qeyd elədik. Nə idi? Passivin yer dəyişməsi idi. Kredit avtomatik öhdəlik olmalıdır. Kreditdə yazırıq öhdəlik. Debitimiz avtomatik nə olur? Xərc olur. İndi istifadə yerinə görə yazırıq. İnternetimiz hara üçün idi? Ofis üçün idi. 721. Öhdəlik də nədir? 531. Əmək haqqı deyil ki bu.
Bax, əmək haqqı ilə icarə ayrı-ayrı öhdəlik rəqəmləri var özlərinin. Ha. 533 şeydir, əmək haqqıdır, 535 şeydir, icarədir. Baxın, indi sizin üçün nə düşür öhdəliyinizə? Falan. Bax bunu. Bax bunu. Görürsüz bura qarışdı da yəni. Buranı qəşəngcə silirik. Niyə də niyə? Baba, əlinə xəttimi də silirəm. Bu tərəfini saxladım. Görürsən, şey deyirəm ki, bu bir hissəsini saxlamışam da. Bir dənə zəhmət olmasa, bax səs qeydinə də düşsün, yenə deyirəm. Əsas qalıqların düsturunu yazanda yadınızda qalmalı olan nədir? Aktiv hesabların qalıqları debitdə qalır, pasiv hesabların qalıqları kreditdə qalır. Sadəcə olaraq xərc özünü aktiv kimi göstərdiyinə görə onun da qalığı debitdə olur və yaxud da kreditdə mənfi ilə olur. Ya debitdə müsbətlə olmalıdır, ya kreditdə mənfi ilə olmalıdır. Yəni Excel-ə görə. Çünki əslində debitdə qalmalıdır qalığı. Niyə? Baxın, xərc harda artırdı? Debitdə artırdı. Düzdürmü? Aktiv harda artırdı? Debitdə artırdı. Debitdə artan hər hansı bir maliyyə bərabərliyi elementinin qalıqları debitdə qalmalıdır. Kreditdə artandan da kreditdə qalmalıdır. Bəli. Özünü eyni göstərir, bəli. Tamam, bunu saxranit verək.